Gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına gözlənilən çağırış etdi. Silahı buraxın. Bəs görəsən Abdullah Öcalanın PKK-ya tarixi tərki silah çağırışı Türkiyə daxilində və regionda hansı dəyişikliklərə yol açacaq? Öcalan məktubda silahların buraxılması çağırışı edirəm və bu çağırışın tarixi məsuliyyətini öz üzərimə götürürəm deyib. Siyasi şərhçilər bu bəyanatın ölkədə və regionda siyasi atmosferi dəyişə biləcəyi gücə malik olduğunu, Türkiyənin daxili siyasətində və PKK ilə mübarizədə yeni bir mərhələyə başlanğıc verə biləcəyini deyirlər. Türkiyə Cümhuriyyəti dövləti terrorçu qruplaşma ilə heç bir şərt qarşılığında danışmayacağını əvvəlcədən də bəyan etmişdir. Və bunun, bu jestin, bu həmrəyliyin və geriyə durmağın Türkiyə daxilində həmrəyliyə gətirib çıxaracağını hesab edirəm. Artıq PKK-nın Türkiyə dövlətçiliyi üçün bir təhdid olmadığı da gün kimi aydındır. Digər tərəfdən burada təhlükəsizlik riskləri, təhdidlər də bir qədər neytrallaşacaq. Bəs PKK-nın tərk silahı reallığa çevrilərsə, terror qruplaşmasının müxtəlif qanatları, xüsusilə də Suriyadakı uzantıları bu çağırışa əməl eləyəcəkmi? Türkiyə artıq uzun illərdir PKK-nın bütün strukturlarını məhv eləmişdi. PKK-nın şəhər strukturu sayılan KCK terror quruluşuna qarşı da böyük zərbələr vurmuşdu. Və nəhayətdə APO'nun müraciətindən sonra da tamamilə PKK-nın silahı buraxması fonunda Suriya ərazisində də artıq PYD-nin fəaliyyətinin zəifləyəcəyini görəcəyik. Və bu da nəticədə təkcə Türkiyəyə yox, Suriyaya və həmçinin regiondakı digər ölkələrə separatçı PKK kartı və yaxud da onun uzantıları vasitəsilə təzyiqlər etməyə çalışan güclərin də maraqlarını alt-üst edəcək. Lakin şərhçilər hesab edir ki, uzun illər davam edən münaqişənin sona çatması mümkün olsa da, bu prosesi reallaşdırmaq üçün daha çox addımlar atılmalıdır. Fidan Səfər, Kənan Abdullayev, Space xəbər.